xanım, sizlə davam eləyək. Buyurun, siz bir folklorşünas kimi yanaşacaqsınız ona, yoxsa onun bir klassik əsərlərin gözəl ifaçısı kimi, bax belə bir dərslikləri bayaq bir dedikdə 72 havanı və özünün yaratdığı 193 havanı da konspektləşdirib və indi universitetdə dərslik kimi bundan istifadə olunur. Buyurun, sizdən Mən eşidək. aşıqşünas kimi yaxınlaşacağım məsələyə. Gözəl. Çünki 20-ci əsr Qazax aşıq mühitini dissertasiya işi yazmışam və müdafiə edəmişəm. Elə aşıq İncəli haqqında da sizin məqalələriniz Bəli, həm var. məqaləm, həm də kitabda 20-ci əsr Qazax aşıqları və el şairləri kitabına da salmışam. Əslində Aşıq Kərəm yaradıcılığına elə o dissertasiya işinə başlayanda, Qazax aşıq mühitini araşdıranda tanış olmuşam. Aşıq Kərəm Nəsibov elə bir dövrdə dünyaya göz açmışdı ki, o dövrdə söz biliciləri həddindən artıq çox idi. O dövrdə məclislər çox ağır keçirdi və həmin dövrdə birinci ustad-şəhid münasibətlərini keçməli idin ki, sənin məclisdə ustadınla tanısınlar. Ələvi Bektaşi demişkən, ustadı olmayanın ustadı şeytan olar. Bir də Aşıq Kərəm, məsələn, elə bir torpağın hissəsində göz açmışdı ki, ora coğrafi yaxınlığına görə Borçalı aşıq mühitinə daha çox yaxın idi. Və orada ustad-şəhid münasibətləri yaxınlığa görə Borçalıya üst tuturdu, Borçalıdan qəbul edirdi. Və Aşıq Kərəm Nəsibov həmin dövrdə özü də şəhid olmaqla və aşıq havalarını gözəl bilməklə biz 72 aşıq havasına toxunduq. Təbii ki, klassik ənənəyə sadiq olaraq mütləqdir ki, ən azından onların 40-ını yuxarı biləsə. 40 bilirsiniz ki, çilə çıxartmaq deməkdir. Əziyyət, zəhmətdir deyə o 40-ı keçməlisən. 40 dastan, 40 havacat mütləq bilməliydin. Və ustad-şəhid münasibətlərində Aşıq Kərəm Nəsibov öz ustadına sədaqət göstərməklə onun ənənəsini davam etdirmək yolunu daşıyırdı. Həm də özü şəhid yetişdirərək ənənəsini aşıq sənətindəki ənənəni gələcəyə ötürməyə bacarırdı. Qaltanlı boğaz imkanına malik olan, biz onun ifalarında görürük və gözəl şirin barmağa malik olan sənətkarımız olub. Aşıq Kərəm Nəsibov öz yaşadığı dövrdə məclislərdə hər zaman həyəcan, məsuliyyət hiss edib. Çünki o dövrdə onun sazını əlindən ala bilərdilər. Məsələn, bizim çox dəyərlimiz İbrahim müəllim deyir ki, sualımda deyişərsənmi? Bəzən deyişmələr özündən asılı olmayaraq məclisdə istər-istəməz edəcəkdir. Çünki bir aşıq məclisdə deyişmədisə, onun sənəti yarımçıq qalmaq deməkdir. Və deyişdiyi məclislərdə, apardığı o ağır məclislərdə dastan yükü ilə tanınan Aşıq Ələsgər həmin dövrdə Qazaxda bir sınaq idi. Məsələn, bir aşığı sınağa çəkəndə sual verərdilər ki, oğul, neçə qatarda söz bilirsən Aşıq Ələsgərdən, onun hansı səfərlərini bilirsən? O yük içində dərk eləyərək məsuliyyətlə öz üzərində çalışan aşıqlarımızdan olub Aşıq Kərəm Nəsibov. Və Kərəm Nəsibovu hər zaman mən siz folklorşünas olduğuma görə də mifologiyada biraz bağlıyam. Ad qoyma məsələsində biz bilirik ki, Kitab Dədə Qorquddan gəlir, adını mən qoydum, taleyini Tanrı yazsın və ad bizə 2 dəfə verilir. Bir valideynlər tərəfindən, bir qazandığımız o tituldan gəlir və yaxud da qazandığımız hansısa bir qəhrəmanlıqdan, igidlikdən gəlir. Aşıq Kərəmə Kərəm adı verən valideyni bəlkə də heç düşünməyib ki, onun elə ömrü, taleyi də ilkin verilən ad qədər olacaqdır. Aşıq Cəlal da, Aşıq Kərəm də mənə görə vurğun ömürlü aşıqlardır. Hər ikisi vurğunun ömrünü yaşayır, 50 yaşında. Yarım əsr bir əsr deyil. Amma o yarım əsrdə hər üçünün də adını böyük bir fəxarətlə demək olar ki, bəlkə də 100 ildə yaşayan insanların yaşada bilmədikləri bir ömrü sığışdırmışdılar, bir yaradıcılığı sığışdırmışdılar. Aşıq Kərəm Nəsibov şeir yaradıcılığı ilə bir ustada biz o zaman ustad deyərik ki, ustad-şəhid münasibətlərini keçsin, dastanları bilsin, havacatları gözəl bilsin, şəhid hazırlasın, sazını əlindən aldırmasın, amma bununla yaraşı həm də yaradıcı olsun. Məsələn, dastan danışan, indi buradakıların hamısı maşallah aşıq sənətini gözəl bilirlər. Dastan danışanın böyük əksəriyyətinin barmaq imkanları biraz zəif olur. Sonra ifaçılıqda barmaq imkanı daha gözəl olur. Bəzən bu üçlükdə birləşəndə həm gözəl söz ehtiyatı var, həm barmaq imkanı var, həm onun dastançılığı var ki, meydanda aşıqdan həmin dövrdə ən azından qaravəlli istəyirdilər. Dastanları uzun olmasa da qısa dastanlar istəyirdilər. Burada üzü ağ çıxmaq üçün bir insana həm də
yaradan özü taleyinə ən gözəl ustadlıq zirvəsi verirdi. Aşıq Kərəm Nəsibov elə 50 yaşında o zirvədə dayanmışdı. Kərəm Nəsibov biz bilirik ki, aşıqlarımızın hər biri öncə saz meydanlarda bizim döyüşçüləri qələbəyə sürükləyən və ruhlandırandır. Meydanlarda hər zaman at belində, qılınc yaxalarında, saz da döşlərində meydana aşıqlarımız da atlanıb. Müharibə dövründə o bizim əskərlərimizə ruh verir. Bizim əskərlərimizin yanında olur. Onları sazla, sözlə ruhlandırıb döyüşə atlandıra bilir. Vətən torpağının nə qədər müqəddəs olduğunu sazın, sözün sədasında çatdırmağı bacarır. Bayaq bizim dəyərli həmkarlarım dedilər ki, bülbül gəlib onun sazına qonur və çırpınır. Mən Qazax aşıqlarının demək olar ki, hamısının ailəsində olmuşam. Və bir dissertasiyanı yazmaq mənə bütövlükdə nə qədər ki Qazaxda aşıqlar var, onların ailəsini bir doğmam qədər qazandırıb. Kərəm müəllimin həyat yoldaşından söhbət zamanı deyirdi ki, o rəhmətə gedəndən sonra bir quş gəlirdi, girirdi bizim evə, Kərəmin sazına çırpınırdı. Simlərin üstünə. Mən onu hər dəfə xatırlayanda çox böyük bir qəhər hiss edirəm. Çünki bu doğrudur, bizə mistik görsənə bilər. Bəzən bizi dinləyən tamaşaçılar deyə bilər ki, bu ağ yalandır. Amma bəzi gerçəkliklər var ki, onu bir ağsaqqal, bir ağ birçək söyləyəndə inama dayana bilir. Sazın simlərinə toxunurdu, deyir. O sazın siminə toxunduqda hətta quş özü, məsələn, qanadından qan gəlirmiş. Bu Kərəmin aşıq sənətində elə adı qədər göylərə uçub simvolik bir obraza çevrilməyi idi. Aşıq Kərəm 50 yaşından öncə, 40 yaşında, 35 yaşında mən məsələn Kərəmi görməsəm belə el arasında eşitdiklərimi deyirəm ki, el ağsaqqalına çevrilmişdi. O aşıq sənətində biz deyirik ki, 40 yaşında ola bilər, bu dolu aşıq ola bilərsə, usta da ola bilər, 70 yaşında ola bilərsə, o bütün aşıq sənətinin kriteriyalarına uymadısa, o həmin sənətdə usta da ola bilməz. Sadəcə aşıq gəlib, aşıq gedəcək. Amma Aşıq Kərəm el ağsaqqalına çevrilib, məsləhət yeri olub, güvən yeri olub. Məclislərdə onu görəndə hər kəsin üzündə bir təbəssüm, ədəb, əxlaq, mərifət, mədəniyyət o dövrdə çox vacib şeydir. Çünki həmin dövrdə aşıqlarımız məclislərdə qazandığı adla efirə çıxırdı. İndiki dövrdə efirə çıxır, sonra məclis qazanır. Amma o dövrdə sınaqdan gəlirdilər. Bu sınaqda olacaqsa, məclislərdə üzü ağ çıxıb sazını verdirməyəcəksə, efirə və dövlət tərəfindən qəbul olunacaqdır. O dövrün aşıq ənənələrindən indi demək olar çox az qalıb. Yəni Çox heç az bəlkə də qalıb. yoxdur. Amma məclis yoxdur. Mən sizə deyim, bax, ayda bir dəfə biz Beynəlxalq Muğam Mərkəzində Sazın, Səsin, Sözün, Nəfəsi proqramını layihələrini keçiririk və orada moderator olaraq aşıqşünas olduğuma görə tədbiri mən idarə edirəm. Mən orada tamaşaçı üzünə, tamaşaçı baxışlarına baxanda görürəm ki, vallahi billahi kim nə deyir desin, aşıqda günah yoxdur. Günah bizim onu dinləyənlərdədir. Onu qəbul edənlərdədir. Əgər aşıq bilsə ki, məclisə gələndə sınaqla qarşılanacaq, məclisə gələndə Barat müəllim bilir, deyəcək ki, oğul bir dənə Ələsgərdəndir, bir dənə Aşıq Avdudandır, Aşıq Cəlaldandır. İndi biz Qazax aşıq mühitidir deyə bunu deyir. Mirzə Bilaldandır. O sənəti soruşanın qabağında həyəcan keçirib, məsuliyyətlə öyrənəcək. İndiki məclislərdə ondan qımqıma istəyirlər də daha çox o tərəfə yönəlir. Tələbat nəyədirsə, aşıq onun üzərində köklənir. Məsələn, 72 havadan bilmirdisə, ona birdən anidən elə bir deyərlər ki, ağır şərili çal, Van ağzı çal, Sarı torpaq aşıq havası çal, Osmani divanisi çal. Bunları deyəndə və yaxud da Kərəmin neçə növlə, aşıq Kərəmin Kərəm mahnısının neçə 7 havası var. Ondan birini deyəndə bu istər-istəməz o məsuliyyəti daşıyacaq. İndikilər onu tələb eləmir deyə aşıq orada biraz geridir. Biz Karsda Aşıq Ələsgərin 100 illik yubileyini keçirdik, ölümünün 100 illiyini keçirdik və